Əl-Bəqərə surəsi 286 ayədir. Rəhman və Rəhim olan Allahın adı ilə. Əlif, Lam, Mim. Bu, heç bir şək şübhə olmayan, müttəqilərə doğru yol göstərən kitabdır. O kəslər ki, qeybə inanır, namaz qılır və onlara verdiyimiz ruzidən sərf edirlər. O kəslər ki, sənə göndərilənə və səndən əvvəl göndərilənlərə iman gətirir və axirətə də şəksiz inanırlar. Məhz onlar öz Rəbbi tərəfindən doğru yoldadılar. Nicat tapanlar da onlardır. Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir. İman gətirməzlər. Allah onların ürəyinə və qulağına möhür vurmuşdu. Gözlərində də pərdə vardı. Onları böyük bir əzab gözləyir. İnsanlar içərisində elələri də var ki, iman gətirmədikləri halda, biz Allaha və qiyamət gününə iman gətirdik deyirlər. Onlar elə güman edirlər ki, Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar. Onların ürəyində mərəz var. Allah onların mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar. Onlara yer üzündə fəsad törətməyin dedikdə, bizim işimiz ancaq yaxşılıq etməkdir deyə cavab verirlər. Bilin ki, onlar fəsad törədəndilər, lakin dərk etmirlər. Onlara başqaları iman gətirdikləri kimi, siz də iman gətirin deyildiyi zaman, biz də səfihlər kimi iman gətirək deyə cavab verirlər. Agah olun ki, səfih onların özləridir, lakin bilmirlər. Onlar möminlərlə qarşılaşdıqları zaman, biz də iman gətirdik deyirlər. Halbuki, öz şeytanları ilə təkbətək qalanda, biz də sizinləyik, biz ancaq istehza edirik deyirlər. Allah da onlara istehza edər və onlara o qədər möhlət verər ki, öz zəlalətləri içində şaşqın qalarlar. Onlar doğru yol əvəzində əyri yolu satın almış kəslərdir. Onların alveri xeyir gətirmədi və haqq yolu da tapmadılar. Onların halı od yandıran şəxsin halına bənzər. Od ətrafındakıları işıqlandırdığı zaman, Allah onların işığını keçirər və özlərini zülmət içərisində qoyar. Görməzlər. Onlar kar, lal və kordular. Buna görə də dönməzdilər. Yaxud qaranlıqlarda göy gürültüsü və şimşəklə, səmadan şiddətlə yağan yağışa düşmüş kimsələrə bənzərlər ki, ildırımın səsindən ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxıyarlar. Halbuki Allah kafirləri ehtiva edəndir. İldırımın çaxması az qalır ki, onların gözlərinin işığını alsın. Onlara işıq verdiyi zaman yeriyirlər. Üzərlərinə qaranlıq çökdükdə isə dayanıb dururlar. Əgər Allah istəsəydi, onların qulaqlarını və gözlərini əllərindən alardı. Həqiqətən, Allah hər şeyə qadirdir. Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi olasınız. O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan yaratdı, göydən yağmur endirdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. İndi siz də Allaha bilə-bilə şəriklər qoşmayın. Əgər bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, onda Allahdan savayı şahidlərinizi çağırın. Madam ki, belə bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz. O halda kafirlər üçün hazırlanmış, yanacağı insanlardan və kibrit daşlarından ibarət olan oddan həzər edin. İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver. Onlar üçün altından çaylar axan cənnətlər vardır. Meyvələrindən bir ruzi yedikləri zaman, bu bizim əvvəlcə yediyimiz ruzidir deyəcəklər. Əslində isə, bu onlara bənzər olaraq verilmişdi. Onlardan ötürü orada pak zövcələr də var. Onlar orada əbədi qalacaqlar. Əlbəttə, Allah ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz.
İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər. Kafirlər isə Allah bu məsəllə nə demək istəyir deyirlər. Allah bununla bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir. O kəslər ki, Allahla əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır və yer üzündə fitnə fəsad törədirlər. Məhz belələri ziyana uğrayanlardır. Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi, O sizi yenə öldürəcək, sonra yenə də dirildəcək və daha sonra siz ona tərəf qaytarılacaqsınız. Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu 7 qat göy halında düzəldib nizama salan O'dur. O, hər şeyi biləndir. Sənin Rəbbin mələklərə, mən yer üzündə bir xəlifə yaradacam dedikdə, biz sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və səni müqəddəs tutduğumuz halda, sən orada fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən söylədilər. Mən bildiyim şeyi siz bilmirsiniz buyurdu. Adəmə bütün şeylərin adlarını öyrətdi. Sonra onları mələklərə göstərərək, doğrusunuzsa bunların adlarını mənə bildirin dedi. Onlar, sən paksan, müqəddəssən, sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. Bilən sən, hikmət sahibi sənsən dedilər. O, ey Adəm, bunların adlarını onlara bildir dedi. Onlara bunların adlarını xəbər verdikdə, mən sizə göylərin və yerin gözə görünməyən sirlərini və sizin gizlində aşkarda nə etdiyinizi bilirəm, söyləmədimmi buyurdu. Biz mələklərə Adəmə səcdə edin dedikdə, iblisdən başqa hamısı səcdə etdi. O lovğalanaraq imtina etdi və kafirlərdən oldu. Biz dedik, ey Adəm, sən zövcənlə cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən istədiyiniz kimi bol-bol yeyin. Yalnız bu ağaca yaxın gəlməyin, yoxsa özünüzə zülm edənlərdən olarsınız. Şeytan onları azdırıb olduqları yerdən uzaqlaşdırdı. Biz də bir-birinizə düşmən kəsilərək enin, yerdə sizin üçün müəyyən vaxta qədər sığınacaq və yaşayış vasitələri var dedik. Adəm Rəbbindən kəlmələr öyrənərək tövbə etdi. Doğrudan da o tövbələri qəbul edəndir, mərhəmətlidir. Biz dedik, hamınız buradan enin, mənim tərəfimdən sizə bir hidayət gəldiyi zaman, mənim hidayətimə tabi olanlara heç bir qorxu yoxdur və onlar qəmgin olmazlar. Kafir olaraq ayələrimizi təksib edənlər isə cəhənnəmlikdirlər. Onlar orada əbədi qalacaqlar. Ey İsrail oğulları, sizə bəxş etdiyim nemətimi xatırlayın. Buyurduğumu yerinə yetirin ki, mən də sizinlə olan əhdə vəfa edim. Yalnız məndən qorxun. Sizin əlinizdəkini təsdiqləyici kimi göndərdiyimə iman gətirin. Onu inkar edənlərin əvvəlincisi siz olmayın. Mənim ayələrimi ucuz qiymətə satmayın və ancaq məndən qorxun. Siz bilə-bilə haqqı batillə qarışdırmayın. Haqqı gizlətməyin. Namaz qılın, zəkat verin və rükû edənlərlə birlikdə rükû edin. Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda özünüzü unudursuz. Halbuki özünüz kitab oxuyursunuz. Məyər başa düşmürsünüz? Səbr etmək və namaz qılmaqla kömək diləyin. Bu, ağır iş olsa da, itaət edənlər üçün ağır deyildir. Belə kimsələr Rəbbinin mərhəmətinə qovuşacaqlarını və axırda onun hüzuruna qayıdacaqlarını bilirlər. Ey İsrail övladı, sizə bəxş etdiyim nemətimi və sizi bütün aləmlərdən üstün tutduğumu yadınıza salın. Qorxun o gündən ki, heç kəs heç kəsin karına gələ bilməsin, heç kəsdən şəfaət qəbul olunmasın, heç kəsdən fidyə alınmasın və onlara heç bir kömək göstərilə bilməsin.
Firon əhli sizə ən ağır işgəncələr verdikləri, oğlan uşaqlarınızı boğazlayıb, qadınlarınızı sağ buraxdıqları zaman biz sizi onların əlindən xilas etdik. Bunlarda Rəbbiniz tərəfindən böyük bir imtihan var idi. Biz sizdən ötürü dənizi yarıb sizə nicat verdik və Fironun adamlarını siz baxa-baxa suda qərq etdik. Xatirənizə gətirin ki, biz Musaya 40 gecəlik vədə vermişdik. Sonra siz buzovu özünüzə qəbul etdiniz və zalim oldunuz. Sonra da sizi əfv etdik ki, bəlkə şükür edəsiniz. Biz Musaya kitab və Furqan verdik ki, bəlkə siz doğru yola yönələsiniz. O vaxtı da xatırlayın ki, Musa öz qövmünə, ey qövmüm, siz buzova sitayiş etməklə həqiqətən özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq tövbə edin, özünüzü öldürün. Belə etməyiniz yaradanınızın yanında sizin üçün xeyirlidir demişdi və Allah da tövbənizi qəbul etmişdi. Əlbəttə, o tövbələri qəbul edəndir, bağışlayandır. Siz, ya Musa, Allahı aşkar surətdə görməyincə heç vaxt sənə inanmayacağıq dediyiniz zaman gözünüz görə-görə sizi ildırım vurmuşdu. Bəlkə şükür edəsiz deyə biz sizi ölümünüzdən sonra yenidən diriltdik. Üstünüzə buludla kölgə saldıq və ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin deyərək sizə qüdrət halvası və bildirçin göndərdik. Onlar isə bizə deyil, ancaq özlərinə zülm etmiş oldular. Xatırlayın ki, sizə bu kəndə girin, bəyəndiyiniz yerdə istədiyiniz şeyləri rahatlıqla yeyin və buranın qapısından səcdə edən halda hiddə söyləyərək daxil olun. Biz də günahlarınızı bağışlarıq. Biz yaxşı əməl edənlərin savabını artıracağıq demişdik. Zülm edənlər onlara deyilən sözü başqası ilə dəyişdirdilər. Biz də o zalimlara etdikləri haqsızlığa görə göydən şiddətli əzab göndərdik. Yadınıza salın ki, Musa öz qövmü üçün su istədikdə biz ona əsanı daşa vur dedik. Ondan 12 çeşmə fışqırdı. Hər kəs öz çeşməsini tanıdı. Allahın verdiyi ruzidən yeyin için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin. Xatırlayın ki, siz, ya Musa, biz eyni təama heç vaxt dözməyəcəyik. Rəbbinə dua et ki, bizim üçün torpağın bitirdiyi şeylərdən, tərəvəzindən, sarımsağından, mərciməyindən və soğanından yetirsin dediniz. Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? Şəhərlərdən birinə gedin, istədiyinizi orada taparsınız demişdi. Onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular. Bu, onların Allahın ayələrini inkar etdiklərinə və peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. Bu, onların asi olduqlarına və həddi aşdıqlarına görə idi. İman gətirənlərdən Musəvi, İsəvi və Sabilərdən Allaha, axirət gününə inanıb, yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. Onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər. Sizdən əhd-peyman aldığımızı və Tur dağını başınızın üzərinə qaldırdığımızı xatırlayın. Sizə göndərdiyimizi möhkəm tutun, içindəkiləri unutmayın ki, bəlkə pis əməllərdən çəkinəsiniz. Bundan sonra siz döndünüz. Əgər sizə Allahın yazığı və rəhmi gəlməsəydi, əlbəttə, böyük zərər çəkənlərdən olardınız. Həqiqətdə siz bilirsiniz ki, şərinizdən bəzi kəslər şənbə günü haqqında olan əmirdən kənara çıxdılar. Biz də onlara həqir meymunlar olun dedik. Biz bunu onlarla bir dövrdə yaşayanlar və sonradan gələnlər üçün ibrət və müttəqilərdən ötürü nəsihət olsun deyə etdik. Yadınıza gətirin o vaxtı ki, Musa öz qövmünə Allah sizə bir inək kəsmənizi əmr edir dedi. Onlar isə bizi məsxəriyə mi qoyursan dedilər. Allah özü məni cahil olmaqdan saxlasın dedi. Onlar dedilər, bizdən ötürü Rəbbini çağırıb soruş ki, o nə cür olmalıdır? Allah o inəyin nə çox qoca, nə də çox cavan deyil, bunların ikisinin arasında olduğunu buyurur. Sizə əmr olunan şeyi yerinə yetirin dedi. Onlar dedilər, bizdən ötürü Rəbbini çağırıb soruş, qoy onun rəngini də bizə bildirsin. O da cavabında, onun
tünd sarı rəngli və görənlərə xoş gələn olduğunu buyurur, dedi. Onlar söylədilər, bizim üçün Rəbbinə dua et ki, onun əsl sifətini bizə bildirsin. Çünki biz inəkləri bir-birinə bənzədirik. Əgər Allah istəsə, əlbəttə düz yolda olarıq. Dedi, buyurur ki, o ram olmayıb, boyunduruq götürməyən, tarla sürməyən, əkin suvarmayan, eyibsiz, qüsursuz və ləkəsiz inəkdir. Onlar, indi işi həqiqətə gətirib çıxartdın, dedilər və onu kəstilər. Amma az qalmışdı ki, bu işi yerinə yetirməsinlər. Yadınıza salın ki, siz o zaman bir nəfəri öldürüb, onun barəsində mübahisə edirdiniz. Halbuki Allah gizlətdiyinizi zahirə çıxardandır. Belə olduqda biz bir parçasını ona vurun dedik. Allah ölüləri bu qaydada dirildər və sizə öz möcüzələrini göstərər ki, ağla gəlib dərk edəsiniz. Bundan sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə daha da qatı oldu. Həqiqətən, bəzi daşların içərisindən nəhirlər axar, bəzisi yarılıb içindən su fışqırar və bəzisi də Allahın qorxusundan yuvarlanıb düşər. Allah sizin etdiklərinizdən əlbəttə qafil deyildir. İndi onların sizə inanacaqlarına ümid edirsiniz. Halbuki onların içərisində elələri vardı ki, Allahın kəlamını dinləyib, anladıqdan sonra onu bilə-bilə təhrif edirlər. İman gətirənlərlə görüşdükləri zaman iman gətirdik deyirlər. Xəlvətdə olduqları vaxtda isə biri digərinə Allahın sizə bildirdiyi şeyi xəbər verirsiniz ki, Rəbbinizin yanında onları sizə qarşı dəlil gətirsinlər? Dərk etmirsinizmi? Söyləyirlər. Məyər onlar bilmirlərmi ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir. Onların bəziləri də avamdılar, kitabı bilməzlər. Uyduqları yalnız boş arzulardır. Onlar ancaq zənnə qapılırlar. Vay o şəxslərin halına ki, öz əlləri ilə kitab yazıb, sonra biraz pul almaqdan ötürü, bu Allah tərəfindəndir deyirlər. Öz əlləri ilə yazdıqlarına görə, vay onların halına, qazandıqları şey üçün, vay onların halına. Onlar, cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz deyərlər. Onlara söylə, siz Allahdan belə bir vəd almısınızmı? Allah heç vaxt öz əhdindən dönməz. Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz. Bəli, günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar. Yadınıza gətirin ki, biz bir zaman İsrail oğullarından Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin deyə əhd peyman aldıq. Sonra az bir qisminiz müstəsna olmaqla əhdinizdən döndünüz. Çünki siz üz döndərənsiniz. Xatırlayın ki, yenə bir zaman sizinlə bir-birinizin qanını tökməyin, bir-birinizi yurdunuzdan çıxarmayın deyə razılığa gəldik. Sonra siz şahid olub təsdiq etdiniz. Siz elə adamlarsınız ki, sonra yenə bir-birinizi öldürür, özünüzdən olan bir dəstəyə zülm və düşmənçilik etmək üçün köməkləşib, onları öz yurtlarından kənar edirsiniz. Onlar əsir düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki onları çıxartmaq sizə haram edilmişdi. Aya, siz kitabın bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin cəzası dünyada rüsvay olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç birindən qafil deyildir. Onlar axirəti dünya həyatına satan kimsələrdir. Buna görə də onların nə əzabı yüngülləşər, nə də onlara kömək olunar. Biz Musaya kitab verdik. Ondan sonra da bir-birinin ardınca peyğəmbərlər göndərdik. Məryəm oğlu İsa'ya aşkar möcüzələr bəxş etdik
və onu müqəddəs ruhla qüvvətləndirdik. Hər dəfə sizə ürəyinizə yatmayan bir şey gətirən Peyğəmbərə təkəbbür göstərmirdinizmi? Məhz buna görə də onların bir qismini təkzib etdiniz, bir qismini isə öldürdünüz. Dedilər, bizim qəlblərimiz örtülüdür. Əksinə, Allah onlara küfürlərinə görə lənət eləmişdir. Buna görə də onların ancaq az bir hissəsi iman gətirər. Onlara Allah tərəfindən əllərindəkini təsdiq edən bir kitab göndərildiyi zaman onu qəbul etmədilər. Halbuki, əvvəlcə kafirlərə qələbə çalmaq üçün yalvarırdılar. Bildikləri gəldikdə isə ona inanmadılar. Allah kafirlərə lənət eləsin. Allahın öz qullarından istədiyi şəxsə lütf etməsinə həsəd aparmaq, onun göndərdiyini inkar etməklə vicdanlarını satmaları nə qədər pisdir. Bununla onlar Allahın qəzəbinin üstünə bir qəzəb də artırdılar. Kafirləri zəlil edici əzab gözləyir. Onlara Allahın nazil etdiklərinə inanın deyildikdə, onlar biz özümüzə göndərilənə inanırıq deyərək, ondan başqasını inkar edirlər. Halbuki o, onların əllərində olanı təsdiq eləyən bir həqiqətdir. Onlara söylə, əgər siz inanan kəslərsinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz? Musa sizə açıq-aydın dəlillər gətirmişdi. Siz isə onun ardınca buzova sitayiş edərək zülm etdiniz. Yadınıza salın o vaxtı ki, biz sizdən əhd alıb, Tur dağını başınızın üstünə qaldırmış və sizə verdiyimizdən möhkəm yapışın, eşidin. Onlar isə eşitdik və qarşı çıxdıq dedilər. Çünki küfürləri üzündən buzovun məhəbbəti qəlblərini bürümüşdü. Ya Rəsulum, onlara de, əgər iman gətirmisinizsə, imanınızın sizə belə əmr etməsi necə də pisdir. Sən onlara de, əgər Allah yanında axirət evi başqa insanlara deyil, yalnız sizə məxsusdursa və əgər siz doğru deyirsinizsə, onda ölüm istəyin. Onlar öz əməllərini bildiklərinə görə ölümü əsla istəməzlər. Allah zalımları tanıyandır. Sən onları bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən. Onlardan hər biri istər ki, 1000 il yaşasın. Halbuki uzun ömür etmək onların heç birini axirət əzabından uzaqlaşdırmaz. Allah onların nə etdiklərini görəndir. Ya Rəsulum, Cəbrailə düşmək olan kimsəyə de ki, Quranı özündən əvvəlkiləri təsdiqləyici, möminlər üçün isə hidayət və müjdəçi olaraq Allahın izni ilə sənin qəlbinə o nazil etmişdir. Hər kim Allaha, onun mələklərinə və peyğəmbərlərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz Allah da kafirlərə düşməndir. Biz sənə açıq-aydın dəlillər göndərdik. Onları yalnız fasiqlər inkar edərlər. Hər dəfə əhd bağladıkları zaman onların bir qismi onu pozmadı mı? Onların bəlkə də çoxu inanmır. Allah tərəfindən onlara əllərindəkini təsdiq edən bir peyğəmbər gəldikdə, kitab verilənlərdən bir qismi, güya bilmirmiş kimi Allahın kitabına arxa çevirdi. Süleymanın səltənətinə dair şeytanların oxuduqlarına uydular. Süleyman kafir olmadı. Lakin şeytanlar Sehri və Babildə Harut və Marut adlı 2 mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki biz imtihanıq, sən gəl kafir olma deməmiş, heç kəsə sehr öyrətmirdilər. Yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən onlar belə şeyləri satın alanların axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər. Əgər onlar iman gətirib, pis əməllərdən çəkinsəydilər, Allah tərəfindən əldə etdikləri savab daha xeyirli olardı. Kaş ki, bunu dərk edəydilər. Ey iman gətirənlər, rayına deməyin, unzurna söyləyin, eşidin, kafirləri şiddətli əzab gözləyir.
Nə əhli kitabdan olan kafirlər, nə də müşriklər sizə Rəbbiniz tərəfindən heç bir xeyir göndərilməsini istəməzlər. Halbuki Allah öz mərhəmətini istədiyi kimsəyə məxsus edər. Allah böyük mərhəmət sahibidir. Biz hər hansı bir ayəni ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olduğunu bilmirsənmi? Məyər sən bilmirsən ki, göylərin və yerin səltənəti ancaq Allaha məxsusdur və sizin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur. Yoxsa siz də bundan əvvəl Musa sorğu-suala çəkildiyi kimi Peyğəmbərinizi sorğu-suala çəkmək istəyirsiniz? İmanı küfrə dəyişən kəs həqiqətən doğru yoldan azmışdır. Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə təbiətlərindəki həsəd üzündən sizi iman gətirmiş olduğunuz halda yenidən küfrə sövq etmək istərlər. Allahın əmri gəlincəyə qədər həmin şəxsləri əfv edin və onları qınamayın. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. Namaz qılın, zəkat verin. Özünüzdən ötürü etdiyiniz xeyri Allah yanında taparsınız. Həqiqətən, Allah nə etdiklərinizi görəndir. Dedilər, cənnətə yahudilərdən və xaçpərəstlərdən başqası girməyəcək. Bu ancaq onların xülyalarıdır. Onlara söylə, əgər doğru deyirsinizsə, dəlilinizi gətirin. Əksinə, yaxşı işlər görüb özlərini Allaha təslim edənlərin Rəbbi yanında mükafatı vardır. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. Yəhudilər dedilər, xaçpərəstlər bir şeyə istinad etmirlər. Xaçpərəstlər də, Yahudilər bir şeyə istinad etmirlər söylədilər. Halbuki onların hər ikisi kitab oxuyur. Bilməyənlər də onlar kimi danışdılar. Allah onların aralarındakı bu ixtilafın hökmünü qiyamət günü verəcəkdir. Allahın məscidlərində onun adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, ahirətdə isə böyük əzab gözləyir. Şərq də, qərb də Allahındır. Hansı tərəfə yönəlsəz, Allah oradadır. Şübhəsiz ki, Allah genişdir. O hər şeyi biləndir. Dedilər, Allah övlad götürmüşdür. Allah baş və müqəddəsdir. Bəli, göylərdə və yerdə nə varsa, hamısı ona məxsusdur. Hamısı onun itayətindədir. Göyləri və yeri icad edən odur. Bir işin yaranmasını istədiyi zaman ona yalnız ol deyər, o da olar. Cahillər dedilər, nə olaydı ki, Allah bizimlə də danışaydı, bizə də bir ayə gələydi. Onlardan əvvəl gələnlər də buna bənzər sözlər demişdilər. Onların qəlbləri bir-birinə bənzəyir. Biz tam yəqinliklə iman gətirənlərə ayələrimizi açıqcasına göstərdik. Biz səni haqq ilə müjdə verməyə və qorxutmağa göndərdik. Cəhənnəm əhli barəsində isə sən sorğu-suala tutulmayacaqsan. Sən Yahudi və xaçpərəstlərin millətlərinə tabe olmayınca, onlar səndən qətiyyən razı qalmayacaqdır. Onlara de, düzgün yol yalnız Allahın göstərdiyi yoldur. Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, o zaman səni Allahdan qoruyacaq nə bir dost, nə də bir köməkçi tapılar. Verdiyimiz kitabı layiqincə oxuyanlar həmin kitaba iman gətirənlərdir. Onu inkar edənlər isə özlərinə zərər yetirənlərdir. Ey İsrail övladı! Sizə verdiyim nemətimi və sizi aləmlər üzərinə üstün etdiyimi xatırlayın. Qorxun elə bir gündən ki, heç kəsin işinə yaraya bilməz, heç kəsdən əvəz qəbul edilməz, heç kəsin şəfayəti fayda verməz və onlara heç bir kömək də göstərilməz. Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə imtihana çəkdiyi zaman, o, Allahın əmrlərini tamamilə yerinə yetirdi. Allah ona, səni insanlara imam təyin edəcəm, dedi. Nəslimdən necə, deyə soruşdu. Zalımlar mənim əhdimə nail olmazlar, buyurdu. Yadına sal ki, biz evi insanlar üçün savab və əminamanlıq yeri etdik. İbrahimin durduğu yeri namazgah edin, dedik.
İbrahimə və İsmailə də evimi təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar, rüku və səcdə ilə namaz qılanlar üçün təmizləyin, deyə tövsiyə etdik. Yadına sal ki, İbrahim, ey Rəbbim, buranı bəladan asudə bir şəhər et, əhalisinin Allaha və axirət gününə inananlarına cürbəcür meyvələrdən ruzu ver. Deyə dua etdikdə, o, kafir olanlara da bir qədər ruzi verərəm. Lakin sonra da cəhənnəm əzabına düçar edərəm. Amma ora nə fəna bir yerdir, deyə buyurdu. Onu da yadına sal ki, İbrahim və İsmail evin bünövrəsini ucaltdıqları zaman, ey Rəbbimiz, bizdən qəbul et, sən doğrudan da eşidənsən, bilənsən deyə dua etdilər. Ey Rəbbimiz, bizim hər ikimizi sənə itaətkar, nəslimizdən yetişənləri sənə təslim olan ümmət et. Bizə əməllərimizi göstər, tövbəmizi qəbul et. Həqiqətən sən tövbələri qəbul edənsən, mərhəmətlisən. Ey Rəbbimiz, onların içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, sənin ayələrini onlara oxusun, kitabı və hikməti onlara öyrətsin, onları təmizləsin. Həqiqətən sən yenilməz qüvvət, hikmət sahibisən. Özünü səfihliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən biz onu dünyada seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməli salih olanlardandır. Rəbbi İbrahimə təslim ol dedikdə, o, aləmlərin Rəbbinə təslim oldun deyə cavab vermişdi. İbrahim və Yaqub bunu öz oğlanlarına vəsiyyət edib. Ey oğlanlarım, həqiqətən Allah sizin üçün din seçdi. Siz də ancaq müsəlman olaraq ölməlisiniz. Yoxsa Yaqubun ölümü yetişdikdə siz onun yanındaydınız. O, məndən sonra nəyə ibadət edəcəksiniz deyə oğlanlarından soruşduğu zaman, onlar sənin Allahına və ataların, İbrahimin, İsmailin və İsaqın Allahı olan tək Allaha təslim olacağıq dedilər. Onlar bir cəmaat idilər ki, keçib getdilər. Onların etdikləri əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir. Onların əməlləri barəsində sizdən sorğu-sual olunmaz. Doğru yolu tapmaq üçün Yahudi yaxud da xaçpərəst olun deyirlər. Sən de, biz batildən haqqa tapınan İbrahim dinindəyik. Çünki o, Allaha şərik qoşanlardan deyildi. Belə deyin, biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İsaqa, Yaquba və onun övladına göndərilənlərə, Musaya və İsa'ya verilənlərə, Rəbbi tərəfindən peyğəmbərlərə verilən şeylərə inanmışıq. Onların heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq. Əgər onlar da siz inandığınız kimi inanırlarsa, şübhəsiz ki, doğru yolu taparlar. Yox, əgər üz döndərərlərsə, ədavət bəsləmiş olarlar. Allah sənə onlardan kifayət edər. O, eşidəndir, biləndir. Allahın dinini qəbul etdik. Allahın dinindən gözəl olan kimdir? Biz ancaq ona ibadət edənlərik. Siz Allah barəsində bizimlə mübahisə mi edirsiniz? Halbuki, o həm bizim, həm də sizin Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Ona sadiq olan bizik. Yoxsa siz İbrahimin, İsmailin, İsaqın, Yaqubun və onun övladının Yahudi və ya xaçpərəst olduqlarını iddia edirsiniz. De ki, siz mi daha yaxşı bilirsiniz, yoxsa Allah mı? Allah tərəfindən özünə bildirilmiş bir şahidliyi gizləyəndən daha zalım kim ola bilər? Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir. Onlar bir ümmət idilər ki, keçib getdilər. Onların qazandıqları özlərinə, sizinki isə özünüzə aiddir. Onların əməlləri haqda sizdən sorğu-sual olunmaz. Ağılsız adamlar deyəcəklər, üz tutduqları qiblədən döndərən nədir? De, şərq də, qərb də Allahındır. O istədiyi şəxsi doğru yola yönəldər. Beləliklə də sizi bir ümmət etdik ki, insanların əməllərinə şahid olasınız. Peyğəmbər də sizə şahid olsun. İndi yönəldiyin qibləni yalnız Peyğəmbərə tabi olanlarla, ondan üz çevirənləri bir-birindən ayırt etmək üçün təyin etdik. Bu, ağır görünsə də, ancaq Allahın doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildir. Allah
sizin imanınızı əvəzsiz buraxmaz. Allah insanlara qarşı əlbəttə mehribandır, mərhəmətlidir. Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük. Ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscid-ül-Həramə tərəf çevir. Harda olsanız, üzünüzü oraya döndərin. Kitab verilmişlər, bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir. Sən kitab əhlinə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə tabi olmazlar. Sən də onların qibləsinə tabi olan deyilsən. Hətta onlar özləri də bir-birinin qibləsinə üz tutmazlar. Əgər sənə gələn bu qədər elmdən sonra onların istədiyinə uysan, o zaman sən də şübhəsiz ki, zalimlardan sayılarsan. Kitab verdiyimiz şəxslər onu öz oğullarını tanıdıkları kimi tanıyırlar. Onların bir qismi şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir. Haqq sənin Rəbbindədir. Buna heç vaxt şübhə edənlərdən olma. Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın. Harda olursunuzsa olun, Allah sizi bir yerə toplayacaqdır. Həqiqətən Allah hər şeyə qadirdir. Hər hansı bir yerə getdikdə üzünü Məscid-ül-Həramə tərəf çevir. Çünki Rəbbin tərəfindən göndərilən bu qiblə haqdır. Allah gördüyünüz işlərdən xəbərsiz deyildir. Hardan çıxsan, üzünü Məscid-ül-Həramə tərəf çevir. Harada olsanız, üzünüzü o tərəfə döndərin ki, zülm edənlərdən başqaları sizə irad tutmasınlar. Siz onlardan deyil, məndən qorxun. Mən də sizə olan neymətimi tamamlayım ki, siz haqq yolu tapasınız. Həmçinin sizə ayələrimizi oxumaq, sizi təmizləmək, kitabı, hikməti və bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən bir peyğəmbər göndərdik. Belə olduqda, siz məni xatırlayın ki, mən də sizi yada salım. Mənə şükür edin, məni danmayın. Ey iman gətirənlər, səbir və dua ilə kömək diləyin. Çünki Allah səbr edənlərlədir. Allah yolunda öldürülənlərə ölü deməyin. Əksinə, onlar diridilər. Lakin siz bunu dərk etmirsiniz. Əlbəttə, biz sizi biraz qorxu, biraz aclıq, biraz da mal, can və məhsul qıtlığı ilə imtihan edərik. Səbr edən şəxslərə müjdə ver. O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman, biz Allah'ınıq və ona tərəf qayıdacağıq deyirlər. Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət gözləyir. Onlar doğru yolda olanlardır. Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir. Evi həc və ya ümrə yolu ilə ziyarət edən şəxsin bunları təvav etməsində heç bir günah yoxdur. Hər kəs könüllü olaraq yaxşı bir iş görərsə, Allah razı qalandır, biləndir. Kitabda insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən kimsələr Allahın lənətinə düçar olar və bütün lənət edə bilənlər də onlara lənət oxuyar. Mən ancaq tövbə edənləri, yaxşı işlər görənləri və bəlli edənləri əfv edərəm. Mən tövbələri qəbul edənəm, mərhəmətliyəm. Kafir olanlara və kafir olaraq ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun. Onlar həmişəlik lənət içərisində qalarlar. Onların əzabı əskilməz və üzlərinə də baxılmaz. Sizin tanrınız bir olan Allahdır. Ondan başqa tanrı yoxdur. O rəhimlidir, mərhəmətlidir. Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfinə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində,
əlamətlər vardır. İnsanların içərisində Allahdan qeyrilərini şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki, iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər. O zaman tabi olmuşlar, tabi olanlardan uzaqlaşacaq, əzabı görəcək və aralarındakı rabitə qırılacaqdır. O zaman tabi olanlar, əgər bir də qayda bilsəydik, onlar bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşardıq, deyərlər. Beləcə, Allah onlara əməllərinin yalnız həsrətdən ibarət olduğunu göstərər və onlar cəhənnəm odundan çıxa bilməzlər. Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yiyin. Şeytanın izi ilə getməyin. Həqiqətən, o sizinlə açıq-açığına düşməndir. O sizə ancaq pis və murdar işlər görməyi və Allaha qarşı bilmədiklərinizi deməyi əmr edər. Onlara Allahın göndərdiyinə tabi olun deyildiyi zaman, onlar, biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik, deyərlər. Bəs, ataları bir şey anlamayıb, doğru yolda deyildilərsə necə? Kafirlər, səda və nidadan başqa bir şey anlamayanlara bənzərlər. Onlar kar, lal və kordular. Buna görə də dərk etməzlər. Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin halalından yeyin. Əgər Allaha ibadət edirsinizsə, ona şükür edin. O sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilənləri qəti haram etmişdir. Lakin naəlac qaldıqda, zorla mənimsəmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir. Allahın nazil etdiyi kitabda olanları gizlədənlərin və onun müqabilində biraz para alanların yedikləri qarınlarında ancaq oda dönəcəkdir. Qiyamət günü Allah onlarla danışmaz, təmizə çıxarmaz. Onları şiddətli əzab gözləyir. Onlar doğru yol əvəzinə zəlalət yolunu, bağışlanmaq əvəzinə əzabı satın almış kəslərdir. Onlar cəhənnəm oduna necə də səbirlidirlər. Bu ondan ötürüdür ki, Allah kitabı haqq olaraq göndərmişdir. Lakin kitab barəsində müxtəlif rəydə olanlar şübhəsiz ki, uzaq bir nifaq içərisindədirlər. Yaxşı əməl heç də üzünüzü gün çıxana və gün batana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə inanan, məhəbbəti yolunda malını qohum-əqrabıya, yetimlərə, yoxsullara, müsafirə, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edən və əhdinə sadiq olanlar, dar ayaqda çətinlikdə və cihad zamanı səbr edənlərdir. Doğru olanlardır, müttəqi olanlar da onlardır. Ey iman gətirənlər! Öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərarı alındı. Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində. Öldürülmüş şəxsin qardaşı tərəfindən bağışlanmış qatil ilə adətə görə yaxşı rəftar edilməlidir. Bağışlanmış, yaxşılıqla diyə verməlidir. Bu, Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir. Bundan sonra təcavüzkarlıq edən kimsəni şiddətli əzab gözləyir. Ey ağıl sahibləri! Bu qisas sizin üçün həyat deməkdir. Ola bilsin ki, pis əməldən çəkinəsiniz. Sizin hər birinizi ölüm haqlayan zaman, qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə vacibdir. Eşitdikdən sonra onu dəyişənlər günah sahibi olarlar. Şübhəsiz ki, Allah eşidəndir, biləndir. Hər kəs vəsiyyət edənin səhv etməsindən və ya günaha batmasından ehtiyat edib, varislərin arasını düzəltsə, ona heç bir günah yazılmaz. Allah bağışlayandır, rəhm edəndir. Ey iman gətirənlər! Oruç tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki,
siz pis əməllərdən çəkinəsiniz. Oruç tutmaq sayı müəyyən olan günlərdir. Sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruç tutmalıdırlar. Oruç tutmağa taqəti olmayanlar isə bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyri iş görərsə, bu onun üçün daha yaxşı olar. Bilsəniz, oruç tutmaq sizin üçün nə qədər xeyirlidir. İnsanlara doğru yol göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və ayıran Quran Ramazan ayında nazil edilmişdir. Ramazan ayına yetişən şəxslər oruç tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, föhtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə ona təzim və şükr edəsiniz. Bəndələrim məni səndən soruşduqda söylə ki, mən yaxınam. Dua edib məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da mənim çağırışımı qəbul edib mənə iman gətirsinlər. Bununla da ola bilsin ki, doğru yola yetişsinlər. Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. Allah sizin özünüzə pislik etdiyinizi bilib tövbələrinizi qəbul edərək sizi bağışladı. Siz artıq onlara yaxınlaşın. Allahın sizə halal etdiyini onlardan istəyin. Sübh açılınca, ağ sap, qara sapdan fərqlənincəyə qədər yeyib için. Sonra gecəyə qədər orucunuzu tamamlayın. Məscidlərdə ibadətdə olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın hədləridir. Bunları aşmayın. Allah hökmlərini bu cür bildirir ki, bəlkə müttəqi olsunlar. Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu hakimlərə verməyin. Yeni doğan aylar barəsində səndən sual edildikdə, söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir. Evlərinizə arxa tərəfdən girməniz yaxşı iş deyildir. Yaxşı iş çəkinən kimsənin əməlidir. Evlərə qapılarından daxil olun və Allahdan qorxun ki, nicat tapasınız. Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun. Lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz. Onları harda görsəniz öldürün. Sizi çıxartdıqları yerdən siz də onları çıxardın. Fitnə qətildən daha şiddətlidir. Onlar sizinlə Məscid-ül-Həram yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın. Əgər sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası ancaq budur. Əgər onlar vaz keçərlərsə, şübhəsiz Allah bağışlayandır, rəhm edəndir. Fitnə aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlarla vuruşun. Əgər onlar son qoyarlarsa, çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur. Haram olan ay müqabilindədir. Hörmətlər qarşılıqlıdır. Sizə qarşı həddini aşanlara siz də həmin ölçüdə həddi aşın. Allahdan qorxun və bilin ki, Allah müttəqilərləndir. Malınızı Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin. Allah yaxşılıq edənləri sevir. Allahdan ötürü həcc və ömrə əməllərini tam yerinə yetirin. Əgər arada sizə maneçilik olarsa, müyəssər olan bir qurbanlıq göndərin. Qurbanlıq öz yerinə çatıncaya qədər başınızı qırxdırmayın. Əgər sizdən xəstələnən və yaxud baş ağrısına tutulub əziyyət çəkən olarsa, belə şəxs fidyə olaraq oruç tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. Əmin olduqda isə həcc vaxtına qədər ümrə ziyarətindən istifadə edən şəxs müyəssər etdiyi bir heyvan kəsməlidir. Qurbanlıq tapmayanlar bunun əvəzində həcc ziyarəti günlərində 3 gün və qaydandan sonra 7 gün oruç tutmalıdır ki, bu da tam 10 gün edir. Bu, ailəsi Məscid-ül-Həramda sakin olmayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allahın əzabı şiddətlidir. Həcc məlum olan aylardır. Həcc ziyarəti vacib olan şəxsə, həcdə olarkən qadınla yaxınlıq, söyüş-söyüb pis sözlər danışmaq, davadalaş etmək yaramaz. Allah gördüyünüz hər bir yaxşı işi bilir.
Axirət üçün tədarük görün. Ən yaxşı tədarük isə təqvadır. Ey ağıl sahibləri, məndən qorxun. Həc mövsümündə Rəbbinizdən ticarətlə ruzi diləmək sizin üçün günah deyildir. Ərafatdan qaydarkən Məş'ərül Haramda Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün onu yada salın. Çünki siz bundan əvvəl azanlardan idiniz. Sonra cəmaatın döndüyü yerdən siz də dönün. Allahdan bağışlanmaq diləyin. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir. Həc mərasimini tamamlayıb qutardıqda, ata-babalarınızı yada saldığınız kimi, ondan da artıq Allahı yad edin. İnsanların bəzisi, ey Rəbbimiz, bizə nə verəcəksənsə elə bu dünyada ver deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur. Bəziləri isə, ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru deyirlər. Belə şəxsləri qazandıqlarına görə mükafat gözləyir. Allah tezliklə haqq hesab çəkəndir. Sayı bəlli olan günlərdə Allahı yada salın. Tələsərək 2 gündə qaydana heç bir günah gəlməz. Eləcə də yubanana heç bir günah tutulmaz. Bu, müttəqilərə aiddir. Allahdan qorxun və onun yanında toplanacağınızı bilin. İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da Allaha şahid göstərər. Halbuki, o, düşmənlərin ən qəddarıdır. Ayrılan kimi yer üzündə fitnə fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Halbuki, Allah fitnə fəsadı sevməz. Ona Allahdan qorx deyildiyi zaman, lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə, cəhənnəm kifayətdir. Ora nə pis məskəndir. İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır. Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə gəlin, şeytanın yolu ilə getməyin. Çünki o sizin açıq düşməninizdir. Əgər bu qədər aşkar dəlil gəldikdən sonra, siz yenə də doğru yoldan azırsınızsa, o zaman bilin ki, Allah da qüvvət, hikmət sahibidir. Yoxsa onlar Allahın bulud kölgələri içində mələklərlə gəlməsini və işin tamam olmasını gözləyirlər. Şübhəsiz ki, işlər Allaha qayıdacaqdır. İsrail övladından xəbər al ki, biz onlara nə qədər açıq dəlillər göndərdik. Allahın nemətinə nail olandan sonra onu dəyişdirənlərə Allah şiddətli əzab verəcəkdir. Dünya həyatı kafirlər üçün zinətlənmişdir. Onlar iman gətirənlərə istehza edirlər. Halbuki müttəqilər qiyamət günündə onlardan üstündülər. Allah istədiyi kəsə saysız hesabsız ruzi verər. İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq eləyən peyğəmbərlər göndərdi. İnsanlar arasındakı ixtilafı ayrı etmək üçün o peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi. Halbuki özlərinə aşkar dəlillər gəldikdən sonra aralarındakı kin üzündən ixtilafda bulunanlar kitab əhlindən başqası deyildir. Onların ixtilafda olduqları həqiqətə onun izni ilə iman gətirənləri isə Allah doğru yola yönəltdi. Allah istədiyini düz yola istiqamətləndirər. Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş və işdə daxil olacağınızı mı güman edirsiniz? Onları fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə Allahın köməyi nə vaxt gələcək demişdilər. Bilin ki, Allahın köməyi yaxındır. Səndən Allah yolunda nə verəcəkləri haqqında soruşanlara söylə. Verəcəyiniz şey ata-anıya, qohumlara, yetimlərə, miskinlərə və müsafirə məxsusdur. Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir. Döyüş xoşunuza gəlmədiyi halda sizə vacib edildi. Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Onu Allah bilir, siz bilməzsiniz.
Haram olan ayda döyüş haqqında səndən soruşanlara söylə. O ayda döyüşmək böyük günahdır. Lakin Allah yolunu qapamaq, onu inkar etmək, Məscid-ül Hərama girməyə mane olmaq və oradakıları kənara çıxarmaq Allah yanında daha böyük günahdır. Fitnə salmaq isə vuruşmaqdan daha betərdir. Onlar əgər bacarsalar, sizi dininizdən döndərincəyə qədər sizinlə vuruşmaqda davam edəcəklər. Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə kimsələrin bütün əməlləri dünya və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdilər və orada əbədi qalacaqlar. Həqiqətən Allaha iman gətirənlər, köçüb gələn və Allah yolunda cihad edən kimsələr Allahın mərhəmətinə ümidvardılar. Allah bağışlayandır, rəhm edəndir. Səndən içki və qumar haqqında sual edənlərə söylə. Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür. Allah yolunda nəyi paylamalı olduqlarını soruşanlara isə de, ehtiyacınızdan artıq qalanını möhtaclara paylayın. Allah sizə öz ayələrini bu cür bildirir ki, bəlkə fikirləşəsiniz. Dünya və axirət barəsində. Səndən yetimlər haqqında sual edənlərə söylə. Onlar üçün onların malını və güzaranlarını yaxşılaşdırmaq xeyirlidir. Əgər onlarla birlikdə yaşayırsınızsa, onlar sizin qardaşlarınızdır. Allah islah edənləri də, fəsad salanları da tanıyır. Əgər Allah istəsəydi, sizi əlbəttə əziyyətə salardı. Həqiqətən Allah yenilməz qüvvət, hikmət sahibidir. Allaha şərik qərar verən qadınlar imana gəlməyincə onlarla evlənməyin. Əlbəttə, Allaha iman gətirilmiş bir cariyə gözəlliyinə heyran olduğunuz müşrik bir qadından daha yaxşıdır. Həmçinin müşrik kişilər Allaha iman gətirməyənə qədər mömin qadınları arvadlığa verməyin. Əlbəttə, Allaha iman gətirən bir kölə camalına məftun olduğunuz müşrik bir kişidən daha xeyirlidir. Onlar sizi cəhənnəmə çağırdıqları halda Allah sizi öz izni ilə cənnətə, məğfirətə çağırır və yaxşı düşünüb ibrət almaları üçün insanlara hökmlərini aydınlaşdırır. Sizdən heyz barəsində sual edənlərə söylə, heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun. Təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin. Təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən onlara yaxınlaşın. Allah tövbə edənləri, pak olanları sevər. Qadınlarınız sizin tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin. Özünüz üçün qabaqcadan yaxşı əməllər hazırlayın. Allahdan qorxun və onun hüzuruna gedəcəyinizi bilin. İman gətirənlərə müjdə ver. Yaxşılıq etmək, pis əməllərdən çəkinmək və insanlar arasında sülh yaratmaq barəsindəki andlarınıza Allahı hədəf etməyin. Allah eşidəndir, biləndir. Allah bilmədən içdiyiniz andlara görə sizi cəzalandırmaz. Lakin qəlblərinizin kəsb etdiyi şeylərə görə sizi cəzalandıracaqdır. Allah bağışlayandır, həlimdir. Övrətlərinə yaxınlaşmamağı and içən kimsələr üçün 4 ay gözləmə müddəti vardır. Əgər bu müddət içərisində antlarından dönsələr, Allah bağışlayandır, rəhm edəndir. Əgər talaq vermək istəsələr, şübhəsiz ki, Allah eşidəndir, biləndir. Boşanan qadınlar 3 dəfə gözləməlidirlər. Əgər Allaha və qiyamət gününə inanıblarsa, Allahın onların bətnlərində yaratdığını gizlətmək onlara halal olmaz. Ərləri barışmaq istərlərsə, onları geri almağa daha çox haqlıdırlar. Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da onlar üzərində hüquqları vardır. Ancaq kişilər onlardan bir dərəcə üstündülər. Allah yenilməz qüvvət, hikmət sahibidir. Talaq vermə 2 dəfə mümkündür. Ondan sonra yaxşı dolanmaq, ya da xoşluqla ayrılmaq gərəkdir. Ey kişilər, onlara verdiyinizdən bir şey tələb etməniz sizə halal olmaz. Bu yalnız kişi ilə qadının Allahın haqqındakı hökmlərini yerinə yetirə bilməyəcəklərindən qorxduqları zaman mümkündür. Ey şəriət hakimləri! Əgər onların Allahın hökmlərini yerinə yetirməyəcəklərindən siz də qorxsanız, arvadın ərinə bir şey verməsində heç biri üçün günah yoxdur. Bunlar Allahın hədləridir. Onlardan kənara çıxmayın. Allahın hədlərindən kənara çıxanlar
əlbəttə zalımlardır. Əgər kişi övrətini yenə də 3-cü dəfə boşarsa, o zaman qadın başqa bir ərə getməmiş ona halal olmaz. İkinci ər onu boşadıktan sonra Allahın hədlərinə riayət edəcəklərinə inamları olduğu təqdirdə təkrar evlənməsində günah yoxdur. Bunlar anlayan bir qövm üçün Allahın bəyan etdiyi hədlərdir. Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla buraxın. Zərər vermək məqsədi ilə haqlarına təcavüz edib onları saxlamayın. Hər kəs bunu etsə, şübhəsiz ki, özünə zülm etmiş olar. Allahın ayələri ilə oynamayın. Allahın sizə verdiyi nemətləri, öyüd nəsihət üçün göndərdiyi kitabı və hikməti xatırlayın. Allahdan qorxun və Allahın həqiqətən hər şeyi bildiyini anlayın. Boşanmış qadınların gözləmə müddətləri bitərkən, aralarında barışıq və yaxşılıqla yaşamağa razılıq olduğu zaman onların təkrar öz ərlərinə nikah edilməsinə mane olmayın. Bu sizin Allaha və axirət gününə inananlarınıza verilən bir nəsihətdir. Bu sizin üçün daha təmiz və daha pakdır. Allah bilir, siz bilməzsiniz. Analar uşaqlarını əmizdirmə müddətini tamamlatmaq istəyən atalar üçün tam 2 il əmizdirsinlər. Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində uşağın atasının üzərinə düşür. Heç kəs gücü çatdığından artıq yüklənməz. Nə bir ana, nə də bir ata uşağına görə zərər çəkməsin. Bu vəzifə həmin qaydada varisin üzərinə düşür. Əgər ata və ana öz aralarında məsləhətləşib, uşağı süddən kəsmək qərarına gəlsələr, ikisinə də heç bir günah olmaz. Əgər siz uşağınızı başqasına əmizdirmək istəyirsinizsə, onun zəhmət haqqını müəyyən olunmuş qayda üzrə ödəsəniz, yenə də sizə günah sayılmaz. Allahdan qorxun və bilin ki, Allah həqiqətən sizin nə etdiyinizi görəndir. Sizdən ölənlərin qoyub getdiyi qadınlar 4 ay 10 gün başqa yerə getməyib özlərini gözləməlidirlər. Bu müddət tamam olduqda, artıq onların öz barələrində şəriətə müvafiq surətdə etdikləri işdən sizə heç bir günah gəlməz. Allah etdiklərinizin hamısından xəbərdardır. Qadınlara elçi göndərmək istəyinizi işarə ilə bildirməkdən və ya belə bir istəyi ürəyinizdə gizlətməkdən sizə heç bir günah gəlməz. Allah sizin onları xatırlayacağınızı bilir. Lakin onlarla gizlində vədələşməyin. Onlara şəriətə müvafiq söz deyin. Gözləmə vaxtları bitməyincəyə qədər onlarla nikah etmək fikrində olmayın. Bilin ki, Allah sizin qəlbinizdə olanı bilir. Ondan qorxun, Allahın bağışlayan, həlim olduğunu bilin. Yaxınlıq etmədiyiniz və mehrini təyin etmədiyiniz qadınları boşamaq sizə günah sayılmaz. Qəbul olunmuş qayda üzrə varlı öz imkanı daxilində, kasıb da gücü çatdığı qədər yaxşılıq edənlərə layiq şəkildə onlara bir şey versin. Kəbin haqlarını təyin etmiş olduğunuz qadınları yaxınlıq etmədən əvvəl boşayarsınızsa, təyin olunmuş kəbin haqqının yarısını onlara verməlisiniz. Bununla belə, onlar bunu, yaxud əlində nikah müqaviləsi olanlar kəbin haqqının hamısını qadınlara bağışlaya bilərlər. Sizin bağışlamağınız müttəqiliyə daha yaxındır. Bir-birinizə yaxşılıq etməyi unutmayın. Şübhəsiz ki, Allah sizin etdiklərinizi görəndir. Namazlara, orta namaza riayət edin və Allaha itayət üçün ayağa qalxın. Əgər düşməndən və yırtıcı heyvandan qorxsanız, namazınızı piyada gedə-gedə və ya minik üstə qılın. Əmin olduqda isə Allahı bilmədiyiniz şeyləri sizə nə cür öyrədibsə o cür anın. Sizlərdən vəfat edib özlərindən sonra arvadlarını qoyub gedən şəxslər həmin qadınlara öz evindən çıxarılmamaq şərti ilə 1 il müddətində baxılmasını vəsiyyət etməlidirlər. Əgər onlar çıxıb gedərlərsə, o zaman onların qəbul olunmuş qayda üzrə öz barələrində görəcəkləri işlər üçün siz günahkar deyilsiniz. Allah yenilməz qüvvət, hikmət sahibidir. Boşanan qadınları qəbul olunmuş tərzdə faydalandırmaq müttəqilərin vəzifəsidir. Allah sizə öz ayələrini bu qaydada anlaşdırır ki, düşünüb anlayasınız. Minlərlə adamın ölüm qorxusu ilə öz yurtlarını tərk edib getdiklərini görmədinmi? Allah onlara
ölün dedi və sonra da diriltdi. Həqiqətən Allah insanlara lütf edəndir. Lakin insanların bir çoxu şükür etməzlər. Allah yolunda vuruşun və bilin ki, Allah eşidəndir, biləndir. Allah yolunda yaxşı borc verən kimdir ki, onun mükafatını qat-qat artırsın? Allah kimisini sıxıntıya salar, kimisinin də ürəyini açar. Siz onun hüzuruna qaytarılacaqsınız. Musadan sonra bir dəstə İsrail övladının başına gələnləri görmədinmi? Onlar öz peyğəmbərlərinə, bizə bir hökmdar göndər ki, Allah yolunda vuruşaq dedilər. O da, sizə vuruşma əmr olduqda bəlkə vuruşmadınız söylədi. Onlar cavabında dedilər, Allah yolunda nə üçün vuruşmayaq ki, yurdumuzdan çıxarıldıq, övladlarımızdan ayrıldıq. Lakin onlara vuruşmaq vacib olduğu vaxt, içərilərindən az bir qismi müstəsna olmaqla üz çevirdilər. Allah zülm edənləri tanıyır. Peyğəmbərləri onlara dedi, Allah Talutu sizə padşah göndərdi. Onlar isə, biz hökmdarlığa daha layiq ikən və ona var dövlət verilmədiyi halda, o necə bizə padşah ola bilər deyə cavab verdilər. Dedi, Allah sizdən ötürü onu seçmiş, elm və bədəncə ona üstünlük vermişdir. Allah öz mülkünü istədiyinə verər. Allah genişdir, biləndir. Peyğəmbəri onlara dedi, padşahlıq əlaməti sandığın sizə gəlməsidir. Onun içində Rəbbinizdən bir arxayınlıq, rahatlıq. Həmçinin Musa və Harun nəslindən qalan şeylər vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, onda sizin üçün qəti dəlil vardır. Talut qoşunu ilə ayrıldığı zaman dedi, Allah sizi bir çay vasitəsilə imtihan edəcək. Kim onun suyundan içsə, o məndən deyildir. Kim ondan dadmasa, dadsa da bir ovucdan artıq içməsə, o məndəndir. Lakin onların az bir qismi müstəsna olmaqla hamısı o sudan içdi. O və onunla birlikdə olan möminlər çayı keçdikdən sonra dedilər, bugün bizim Calut və onun qoşunu ilə vuruşmağa taqətimiz yoxdur. Allahın rəhmətinə qovuşacaqlarına inananlar isə dedilər, neçə dəfə olub ki, az bir dəstə Allahın izni ilə çox bir dəstəyə qalib gəlib. Allah səbr edənlərlədir. Onlar Calut və əskərləri ilə qarşılaşdıqları zaman dedilər, ey Rəbbimiz, bizə bollu səbir və dizimizə qüvvət ver. Bizə kafir qövm üzərində qələbə qazandır. Nəhayət, onlar Allahın izni ilə Calutu və qoşununu məğlub etdilər. Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət verdi və ona istədiyini öyrətdi. Əgər Allah insanların bir qismini digər bir qismi ilə dəfn etməsəydi, yer üzü fitnə fəsada uğrayardı. Lakin Allah bütün aləmlərə qarşı lütfkardır. Bunlar Allahın ayələridir ki, onları sənə doğru düzgün bildiririk. Sən həqiqətən göndərilən peyğəmbərlərdənsən. Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik. Allah bunlardan bəzisi ilə danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsa'ya açıq möcüzələr verdik və onu müqəddəs ruhla, Cəbraillə qüvvətləndirdik. Əgər Allah istəsəydi, bu peyğəmbərlərin ardınca gələn insanlar onlara göndərilən aşkar dəlillərdən sonra bir-birləri ilə vuruşmazdılar. Fəqət ixtilafa düşdülər. Onlardan bəziləri iman gətirdilər, bəziləri isə kafir oldular. Əgər Allah istəsəydi, onlar bir-birləri ilə vuruşmazdılar. Lakin Allah öz istədiyini edər. Ey iman gətirənlər, alış-verişin, dostluğun və şəfayətin mümkün olmayacağı gün gəlməmişdən əvvəl sizə verdiyimiz ruzidən paylayın. Kafirlər isə özlərinə zülm edənlərdir. Allahdan başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa, hamısı O'nundur. Allahın izni olmadan qiyamətdə onun yanında kim şəfayət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən, onun özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da O'dur.
Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırt edildi. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, o artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah eşidəndir, biləndir. Allah ona iman gətirənlərin dostudur. Onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə tağutdur. Onları nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdilər və orada həmişəlik qalacaqlar. Allahın verdiyi hökmranlıq üzündən azğınlaşaraq İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi Nəmrudu görmədinmi? İbrahim, mənim Tanrım həm dirildir, həm də öldürür dediyi zaman, o, mən də həm dirildir, həm də öldürürəm demişdi. İbrahim ona, Allah günəşi şərqdən doğdurur. Bacarırsansa, sən onu qərbdən doğdur dedikdə, o kafir donub qalmışdı. Həqiqətən, Allah özünə zülm edənləri düz yola yönəltməz, yaxud uçulmuş bir kəndin yanından keçən kimsənin əhvalatını bilirsən, o kimsə, əcəba, Allah bu kəndi ölümündən sonra necə dirildəcək, demişdi. Belə olduqda, Allah onu 100 il ölü halında saxladı. Sonra dirildərək ondan, nə qədər yatmısan, deyə soruşdu. O da, bir gün, bəlkə bir gündən daha az, deyə cavab verdi. Allah ona, bəlkə 100 il yatmısan, yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax, səni insanlar üçün bir ibrət dərsi olmaqdan ötürü belə etdik. İndi uzunqulağın sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir. Sonra da necə onların üzərini ətlə örtürük deyə buyurdu. O kimsəyə bunlar aydın olduqda, artıq bildim ki, Allah hər şeyə qadirdir, dedi. Xatırla ki, İbrahim, ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə göstər dedikdə, Allah, məyər ölüləri diriltməyimə inanmırsan, buyurmuşdu. İbrahim, bəli, inanıram, lakin ürəyim sakit olmaq üçün soruşdum, deyə cavab vermişdi. Bu zaman Allah ona buyurmuşdu, 4 cür quş götürüb səhv salmamaq üçün onlara diqqətlə bax. Onları parçalayaraq bir-birinə qatandan sonra hər dağın başına onlardan bir parça at. Sonra onları çağır, tez yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət, hikmət sahibidir. Mallarını Allah yolunda sərf edənlərin halı 7 sümbül verən bir toxuma bənzər ki, bu sümbüllərin hər birində 100 ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allah lütfi ilə genişdir. Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır. Onların axirətdə heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. Xoş bir söz və günahları bağışlamaq əziyyətlə verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyatsızdır, həlimdir. Ey iman gətirənlər, sədəqələrinizi, malını riyakarlıqla sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı üzərində biraz torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı yuyub aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz. Mallarını Allahın razılığını qazanmaq və nəfslərini sabit qədəm etmək yolunda sərf edənlər, uca təpənin üstündə olan bir bağa bənzərlər ki, ora düşən bol yağış onun meyvələrini 2 qat artırar. Əgər bol yağış yağmasa, az bir şəbnəm, şeyh də ona kifayət edər. Həqiqətən, Allah nə etdiyinizi görəndir. Məyər sizdən biriniz istərmi ki, içində xurma ağacları, üzümlüklər, altından arxlar axan və cürbəcür meyvələr olan bir bağçası olsun? Zəif uşaqları olduğu halda ona qocalıq üz versin. Həmin vaxtda da ora odlu bir qasırğa düşsün və o bağ yanıb tələf olsun? Allah ayələri sizin üçün bu cür aydınlaşdırır ki, düşünəsiniz. Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin yaxşılarından Allah yolunda sərf edin.
Ancaq göz yumaraq aldığınız pis, yaramaz şeylərdən vermək fikrində olmayın. Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur. O hər cür şükrə, tərifə layiqdir. Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər. Allah isə sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allah mərhəməti ilə genişdir. Allah hər şeyi biləndir. Allah istədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər. Allah yolunda xərclədiyiniz və nəzir etdiyiniz hər hansı şeyi şübhəsiz ki, Allah bilir. Lakin zülm edənlərin qiyamət günü heç bir köməkçisi olmaz. Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır. Lakin onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır. Ya Rəsulum, insanları doğru yola yönəltmək sənin borcun deyildir. Allah kimi istərsə, onu doğru yola yönəldər. Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin mənfəəti ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödəniləcəkdir. Sizə əsla zülm edilməz. Sədəqə Allah yolunda canından keçərək, yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür. Belə şəxslər həyalı olub, dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. Ya Rəsulum, sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan nə verdiyinizi şübhəsiz ki, Allah bilir. Mallarını gecə və gündüz, gizli və aşkar yoxsullara sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların axirətdə heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. Sələm yeyənlər qiyamət günü qəbirlərindən ancaq şeytan toxunmuş kimi qalxarlar. Bunların belə olmaları alış-verişdə sələm kimi bir şeydir dedikləri üzündəndir. Halbuki Allah alış-verişi halal, sələm almağı isə haram etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə bu işə son qoyarsa, keçmişdə aldığı sələmlər onundur, ona bağışlanar. Onun işi Allaha aiddir. Amma yenidən sələmçiliyə qayıdanlar cəhənnəmlikdilər və orada həmişəlik qalacaqlar. Allah sələmi, sələmlə qazanılan malın bərəkətini məhv edər, sədəqələri isə artırar. Allah kafiri, günahkarı sevməz. İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların axirətdə heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. Ey möminlər, əgər doğrudan da iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən vaz keçin. Onu borclulardan almayın. Əgər belə etməsəz, o zaman Allaha və onun Peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin. Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar. Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin. Əgər bilmək istəyirsinizsə, borcu ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır. Allaha tərəf qaytarılacağınız gündən qorxun. O gün hər kəsə gördüyü əməlin əvəzi veriləcək və haqsız yerə zülm olunmayacaqdır. Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda onu yazın. Bunu aranızda bir nəfər katib ədalətlə yazsın. Katib gərək Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın, yazsın. Borclu olan şəxs borcunu söyləyərək yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan, borcdan bir şey əskiltməsin. Əgər borclu ağılsız və zəifdirsə, yaxud söyləməyə qadir deyilsə, o zaman gərək onun vəkili ədalətlə deyib borcu yazdırsın. Öz adamlarınızdan 2 kişini də şahid tutun. Əgər 2 kişi olmazsa, razı olduğunuz bir kişi ilə 2 qadının şəhadəti kifayətdir. Əgər qadınlardan biri şəhadəti unudarsa, o birisi onun yadına salsın. Şahidlər dəvət olunduqları zaman boyun qaçırmasınlar. Az və ya çox olmasına baxmayaraq, borcu öz vaxtına qədər yazmağa ərinməyin. Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməyiniz üçün haqqa daha yaxındır. Lakin aranızda həmişə dövr edən aşkar,
Nağd ticarət zamanı onu yazmamağınız sizin üçün günah deyildir. Hər halda alış-veriş etdiyiniz vaxt şahid tutun. Ancaq katibə və şahidə zərər yetirilməsin. Əgər zərər yetirsəz, əlbəttə bu sizin üçün pis işdir. Allahdan qorxun. Allah sizə öyrədir. Allah bütün işləri biləndir. Səfərdə olub katib tapmasanız, girov saxlayın. Əgər bir-birinizə etibar edirsinizsə, etibar olunmuş şəxs əmanəti geri qaytarsın və Rəbbi olan Allahdan qorxsun. Şahidliyi gizlətməyin. Onu gizlədən şəxsin qəlbi günahkardır. Allah etdiyiniz əməlləri biləndir. Göylərdə və yerdə nə varsa hamısı Allaha məxsusdur. Siz ürəyinizdə olanı zahirən çıxarsanız da, çıxarmasanız da, Allah ona müvafiq sizinlə haqq hesab çəkər. Allah istədiyini bağışlar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir. Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə, Qurana inanmış və möminlər də iman gətirmişlər. Onların hamısı Allaha, onun mələklərinə, kitablarına və peyğəmbərlərinə iman gətirərək dedilər: Biz onun peyğəmbərləri arasında fərq qoymuruq, eşitdik və itayət etdik. Ey Rəbbimiz, bizi bağışla, axırda sənin dərgahına qayıdacağıq. Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər. Hər kəsin qazandığı yaxşı əməldə, pis əməldə özünə aiddir. Möminlər deyirlər: Ey Rəbbimiz, bəzi tapşırıqlarını unutduqda və ya yanıldıqda bizi cəzalandırma. Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi bizi ağır yükləmə. Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma. Bizi əhv edib, bağışla, bizə rəhm et. Sən bizim ixtiyar sahibimizsən. Kafirlərə qələbə çalmaqda bizə kömək et.